Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi? Telefonlar dinlənilir, vətəndaş müharibəsi olacaq Bakı və Ankara. Floradan Eltona sərt cavab. Azərbaycan Milli Elmlər Akademiyası prezidentindən Ramiz Mehdiyevlə bağlı açıqlama. Rusiya istənilən halda Donbası alacaq Putin. 2026-cı il üçün şok proqnoz. Qızıl, dollar, kriptovalyuta bizi nə gözləyir? Milli Şuranın keçmiş sədri rəhmətli Rüstəm İbrahimbəyovla Moskvadakı ofisində görüşdüm. Ona suallarım vardı. Milli Şura Rusiya layihəsidirmi? Siz niyə namizəd ola bilmədiniz? Sizin Əliyevlərə münasibətiniz necədir? Axar TV Bakpostaza istinadla xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin keçmiş müşaviri Sahib Kərimli bildirib. Kifayət qədər açıq danışdıq. Sağlığında açıqlanmasını istəmədiyi detalları indi də yazmağım etik olmaz. Amma bəzi nüanslarla bağlı gizlilik istəyi yoxdur. Məsələn, Ramiz Mehdiyevin ona olan münasibəti ilə bağlı dedi ki, Mehdiyev ondan xoşlanmır. 2013-cü ildə onun namizədliyinin qeydə alınmamasında, Rusiyanın Azərbaycana təsir mexanizmlərini sona qədər işə salmamasında və ən nəhayət Rusiyanın İlham Əliyevlə anlaşmasında Mehdiyevin hesabatlarının ciddi rolu olub. Rüstəm müəllim iddia edirdi ki, dövləti də, ictimai-siyasi sektoru da əsasən Ramiz Mehdiyev idarə edir. Prezident administrasiyası rəhbərinin prezidentliyə gələcək üçün namizədləri var. O istəmir ki, prezident olacaq şəxsin Moskva elitasına birbaşa çıxışı olsun. İstəyir ki, hər şey onun üzərindən qurulsun. Bu elə adam olsun ki, onun Mehdiyevə uzun bir ömür sədaqəti olsun. Mehdiyev mənə güvənmir, çünki mənim sənətim Moskva elitasına birbaşa çıxışı çoxdan təmin edib. Bu görüşdən 3 ay sonra 2016-cı ilin sentyabrında Milli Şuranın üzvlüyündən çıxarıldım. Qısacası, Ramiz Mehdiyev elə şərtlər yaradıb ki, ona keçmişdə sədaqəti, bundan sonra da xəyanəti olmayan heç kimin rahat yaşamaq şansı yoxdur, deyə Sahib Kərimli Rüstəm İbrahimbəyovun fikirlərindən istat gətirib. Qeyd edək ki, Milli Şura yaradılanda Rüstəm İbrahimbəyovun sədrliyi gündəmdə olsa da, 2013-cü ilin dekabrında bu vəzifəyə Cəmil Həsənli seçilib. Ermənistanda Rusiya əleyhinə yeni aksiyalar planlaşdırılır. Bunu Rusiyada yaşayan tanınmış erməni media xadimi Aram Gabrelyanov Facebookda qeyd edib. İndi sizə Ermənistanda vəziyyətin necə inkişaf edəcəyini deyəcəyim. Mən artıq demişəm ki, Paşinyan Ermənistandakı bütün resursların və ya Rusiya vətəndaşlarının telefonlarının dinlənilməsi barədə göstəriş verib. Beləliklə, rusların bəzi söhbətləri saxtalaşdırılacaq, sanki onlar çevriliş hazırlayırlar. Bu, Ermənistandakı bütün Rusiyalıların və ya Rusiya vətəndaşlarının telefon danışıqlarının dinlənilməsi üçün səbəb sayılacaq. Buna nail olmaq üçün Rusiyaya qarşı sanksiyalar tətbiq olunacaq. Bundan sonra onlar Rusiya hərbi bazasının çıxarılmasını tələb etməyə başlayacaqlar. Ermənistanda dəhşətli iqtisadi böhran başlayacaq. Ruslara qarşı təbliğat genişlənəcək. Paşinyan xalqa deyəcək, dözün, çünki biz Rusiyadan qurtuluruq. Ermənistanın iqtisadiyyatı Türkiyə və Azərbaycanın təsirindən asılı olacaq. Paşinyanın təhlükəsizlik orqanları xalqa qarşı müharibə açacaq. Çox qan töküləcək. Paşinyanın hakimiyyətə gəlməsi ilə Artsaqın dağılacağı ilə bağlı xəbərdarlıq etdim. İndi vətəndaşlıq müharibəsini proqnozlaşdırıram. Bax, məsələn, Flora xanımın fonda baxasan, 500 dənə mahnısı varsa, onun 100 dənəsi yağbalı, 400 dənəsi dəxli yoxdur. Hamıdan oxuyub. Amma Şövkət xanıma 100 dənə mahnı oxuyub, 100-ü də bal mahnılardır. Çox mahnı oxumaq da bir şeydir. Düşünüb danışmaq gözəldir, çünki səsləndirdiyim fikrə görə üzr istəməyə lüzum qalmır. Vicdanınız sızlamadan, insanın duyğularını, ruhunu, yaşını, durumunu hesaba qatmadan nəyi istəsəniz efirdə müzakirə edə bilərsiniz. Necə ki edirsiniz və edəcəksiniz də. Bunu xalq artisti Flora Kərimova, əməkdar artist Elton Hüseynəliyevin öz aramızda verilişində onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən qeyd edib. O, Eltonu düşünmədən danışmaqda ittiham edib. Sənətim barədə danışmağa tör-töküntülərimlə sənətkar olub sizə örnəklik edənlərin səviyyəsinə çatanda haqqınız olacaq. Sənətimi müzakirə etməyə isə sizin dilinizlə deyim. Elton,
O 100 qaymaq mahnım yox. Qızıl fondda qalan 400 dəxilsiz oxuduğum mahnının birinin səviyyəsində tək sən yox. Elə ustadların daxil oxuya biləcəyiniz halda haqqınız çatar. Elton, elə demək istəməmişdim deyəcəksiniz. Mənəvi gücünüz çatacaqsa, üzr də istəyəcəksiniz ya da heç istəməyəcəksiniz. Gözləntim də yoxdur. Nə vaxtsa qismət olsa, qarşılaşsaq sizi öpüb yenə oğlum deyib qucaqlayacağam. Lakin bu dünyadan nigaran köçməyimə daha bir təəssüfün səbəbkarı oldunuz. Və bir də, oğul, Allah qismət etsin. Gəlib bir həddə çatacaqsınız. Kimsə ümidlə qapınızı döyər. Biləcəksiniz ki, oxuyacağınız şeir, mahnı, duet fərq etmir. Onun ruzi çörək qapısını aralayır. Siz də özlüyünüzdə egonuzu, təkəbbürünüzü sındırıb bir tikəyə, ümidə, sevincə vəsilə olacaqsınız. Hələ onu da Allah nəsib eləsə, o vaxt ayıq başınızla tək məni deyil, həyatı da başa düşəcəksiniz. Öpürəm, oğul. Azərbaycan Milli Elmlər Akademiyası Ramiz Mehdiyevlə bağlı yaranmış vəziyyətə görə dərin təəssüf hissi keçirir. Bu sözləri APAya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli deyib. İsa Həbibbəyli bildirib ki, məhkəmə qərarından sonra Ramiz Mehdiyevin həqiqi üzvlük məsələsinə baxılacaq. Qeyd edək ki, Bakı şəhəri Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 278.1 Dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, 274 Dövlətə xəyanət və 193.1.3.2 Cinayət yolu ilə əldə edilmiş əmlakı legallaşdırma maddələri ilə ittiham olunur. Xatırladaq ki, Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə isə AMİA-nın prezidenti olub. Amerika Birləşmiş Ştatları tərəfi sülh planının 27 bəndini 4 paketə böldü və onları ayrıca müzakirə etməyi təklif etdi. Bunu Rusiya prezidenti Vladimir Putin deyib. Rusiya istənilən halda Donbası və Novorossiyanı hərbi və ya digər yollarla alacaq, Putin bildirib. Danimarkanın Saxo Bank bankı 2026-cı il üçün şok edici proqnozlar yayımlayıb. Bildirilib ki, qızılın qiyməti 10.000 ABŞ dollarına qədər yüksələ, o cümlədən kriptovalyutalar və ABŞ dolları çöküş yaşaya bilər. Bu nə dərəcədə əsaslı ola bilər? Global Info-Aza danışan iqtisadçı Turab Rzayev deyib ki, Saxo Bankın proqnozları çox vaxt real iqtisadi təhlil yox, show-biznes xarakterli yanaşma kimi qiymətləndirilir. Adətən təsiri böyük, lakin reallaşma ehtimalı aşağı olan ssenarilər təqdim edilir. Lakin Saxo Bankın bəzi açıqlamaları zamanla özünü doğruldub. Məsələn, Brexit, qızılın qiymətinin 3000 dolları keçməsi, eləcə də kriptovalyutaların bahalaşması kimi bir sıra proqnozlar sonradan təsdiqini tapıb. Bəziləri gec reallaşsa da nəticədə baş verib. Buna görə də dünya ictimaiyyəti, xüsusilə iqtisadi dairələr Saxo Bankın illik proqnozlarına həm əyləncə, həm də müəyyən mənada mümkün iqtisadi ssenarilərin təhlili kimi baxır. İqtisadçı qeyd edib ki, bu il irəli sürülən proqnozlar arasında qızılın rekord dərəcədə bahalaşması və yuanın ABŞ dollarını üstələməsi kimi fikirlər də var. Dolların dünya miqyasında dəyər itirdiyi məlumdur. Lakin hazırda yuanın dollar qarşısında ciddi möhkəmlənməsi müşahidə edilmir. Qızılın bahalaşması isə daha real görünür. Çünki dünyanın bir çox mərkəzi bankları aktiv şəkildə qızıl ehtiyatlarını artırır. Bu da qiymət artımını stimullaşdıra bilər. Ümumilikdə Saxo Bankın bütün proqnozlarının həyata keçməsi gözlənilmir. Lakin yayılan məlumatlar gələcək qlobal iqtisadi mənzərə barədə müəyyən istiqamət və ümumi təsəvvür formalaşdırması baxımından əhəmiyyətlidir.